Salam kanalımın dəyərli xanımları. Bugün istədim ki, biraz fərqlilik olsun. Bütün günümü tam olmasa da bir vlogda cəmləşdirməyə çalışdım. Səhər oyanan kimi kameranı açdım və bacardığım qədər hissə-hissə sizin üçün çəkməyə başladım. Hər kəsdə olduğu kimi öncə əl-üzümüzü yuyuruq. Əlimizi, üzümüzü, dişlərimizi yuyandan sonra keçirik digər işlərə. Amma mən burada səhər rutini çəkdiyimə görə öncə gedirəm əl-üzümü yumağa. Amma ki, gündəlik həyatımda bu belə olmur. Mən oyanan kimi öncə mütləq yerimi yığıram. Yatdığım yeri bir an öncə yığmaq bu məndə adət halına alıb. Yataqdan qalxar-qalxmaz yerimi yığmaq mənim üçün həm səhər idmanı kimi olur. Yəni ki, yatmış əzələlərim aktivləşir, yuxulu olmağım aradan qalxır. Beləliklə günə gümrah başlaya bilirəm. Əgər ki, oyanar-oyanmaz yerimi yığmasam, digər işlərimi öncəliyim etsəm, düşünürəm ki, indi yerimi yığaram, sonra yığaram və beləliklə baxıram ki, artıq axşam olub, yerim hələ yığılmayıb. Sırf bu səbəblər olmasın deyə oyanar-oyanmaz ilk işim yerimi yığmaq olur. Sonra isə gedirəm əl-üzümü yumağa və keçirəm digər işlərimi görməyə. Hanımlar, burada görürsüz ki, qoluma belə bir rezin keçirtmişəm, rozovu rəngdə. Bunu mən Temudan almışam. İnanılmaz yararlıdır. Mən xoşlamıram ki, əlimi yuyan zaman dirsəklərimdən su axsın. Həm koftam islansın, həm də ki, yeryaşı olsun. Bunlara qətiyyən türk demişkən tahammülüm yoxdur. Mənim kimi olan insanlar qol rezinlərindən Temudan ala bilər. Həm çox ucuz məhsuldur, həm də çox işə yararlı. Sonra qoyuram kombinin üzərinə və digər əl-üz yumağıma qədər onlar orada qupquru olur. Artıq əl-üzümü yudum, ətrafı da quruladım. İndi keçid alıram yerimi yığmağa. Xanımlar, siz görürsüz ki, mən yorğana üzdüyü keçirtməmişəm. Bunun səbəbi odur ki, mən yorğanda üzdük olan zaman yata bilmirəm. Ona görə ki, yorğan üzdüyün içində o yan bu yana oynayır. Bu da məni ciddi narahat edir. Məni yaxından tanıyan əzizlərim bilir ki, mən yatan zaman yorğan üzərimdə dümdüz qalmalıdır. Hələ-hələ yorğan üzdükdə olan zaman, yorğanı üzdüyülə istifadə edənlər bunu yaxşı bilər ki, istər-istəməz yorğan üzdüyün içində tərpənə bilir. Yorğanın bir tərəfi birazca üzdüyün içərisində yığılsa belə, o belə mənim narahat olmağıma səbəb ola bilər. Bu səbəbdən də yorğanı üzdüksüz istifadə edirəm. İndi deyəcəksiniz ki, bu qız başdan ayağa problemdir, amma ki, bu mənim huyumdur, bu məndə uşaqlıqdan belədir. Bunun kimi bir çox şey var ki, düzgün qalmayanda o məni narahat edir. Misal üçün dəsmallar, pərdələr, xalçalar, süfrələr mütləq sərilibsə dümdüz qalmalıdır. Yanlış olduğunu, doğru olduğunu bilməsəm də, amma bir onu bilirəm ki, bu mənim huyumdur. Deyə bilərsiniz ki, bəs yorğan çirklənir, onu neynirsən? Xanımlar, yay gələr-gəlməz yorğanlardan ədyallara keçən zaman yorğanı iri vannada qəşəng paraşoklu suda isladıram. Bir gün paraşoklu suda saxlayıram və gedib gəlib onu tapdalayıram. Səhərsi gündə yuyuram, götürürəm. Hələ yuyarkən də üzərinə yumoş da əlavə edirəm və yumoşlu suda da 10-15 dəqiqə saxladıram. Sonra sərirəm, yorğan olur gül kimi. Və xanımlar, görürsüz ki, mən burada yazı yazıram. Soruşacaqsınız ki, ora nə yazdın? Mən indidən deyim. Demək xanımlar, mən bunu ya gecə edirəm, ya da ki səhər. Gecə yorğun olub yatdığıma görə saxlamışam səhərə. Demək mən bura günlük planlarımı yazıram. Nə yemək bişirəcəyimi hər zaman gecədən planlaşdırıram. Əgər ət yeməyidirsə, mütləq gecədən əti marazinikdən çıxardıram. Əgər mənim planladığım yeməkdə evdə hansısa produkt yoxdursa, mən onu mütləq qeydə alıram. Hətta bizim xaladelnikin üzərində də hər zaman mənim qeydlərim olur. Qeydə alıram ki, bugün mən bunları almalıyam. Misal üçün, bugün qeyd elədiklərim uşağın südü artıq az qalıb. O bloknota qeyd etdim ki, bugün süd almalıyam. Serokopiyalar var, onları çıxartdırmalıyam. Bayırdakı qabın içində zibillər var, onları atmalıyam. Bəzən olur ki, zibilləri atmağı unuduram və çıxıb gedirəm, o zibillər qalır qabda. Bu səbəbdən də hər zaman yazıram. Sonra evdə çörək az qalmışdı, çörəyi qeyd etdim və bu indi çəkdiyim vloqu sizin üçün axşama paylaşmaq istəyirəm. Onu da ora qeyd etdim ki, axşama vloq paylaşmalısan. Yəni ki, xanımlar, gecədən səhərki günümü planlamaq bu mənim üçün çox faydalı olur. Mənim üçün günümün boş keçməyəcəyi anlamına gəlir. Xanımlar, mən oturmağı, boş-boş zaman keçirtməyi qətiyyən xoşlamıram. Bu günüm üçün nəsə yararlı bir iş görmək bu məni gün ərzində çox xoşbəxt edir. Gün ərzində bütün günü oturub heç bir iş görməyən insanlar qətiyyən mənə çatmır və belə bir insanları mən heç vaxt ətrafımda barındırmıram. Çünki onlardan mənə neqativ aura gəlir. Sizə də məsləhətim budur ki, daim özünü yorğun
anam kimi təqdim edən insanlardan, negativ insanlardan uzaq durun. İş görün, inanın mənə, bu sizin üçün hər zaman sağlamlıqdır. Baxın xanımlar, bunu hər zaman soruşursunuz ki, sən necə belə qalırsan? Nə idman edirəm, nə də ki, pəhriz saxlayıram. Bütün günü özüm üçün iş görürəm, iş yoxdursa iş tapıram. İnanın mənə ki, gecə 3-də 4-də polunu yeyirəm, yatıram. Amma ki, kökəlmirəm. Səbəbi də odur ki, gün içində daim hərəkətdəyəm. Və xanımlar, artıq sizinlə danışa-danışa yataq otağını səliqəyə saldım. Bu arada yoldaşımın nənəsi də bizə gəldi. Hər səhər mütləq yoldaşımın nənəsi bizə gəlir. Onunla söhbət edə-edə Tamerlana kaşa bişirirəm. Demək xanımlar, kaşanı da məndən soruşmuşdu. Bir stəkana yarıya kimi süd və su əlavə edib tökürəm qazana. Üzərinə də 2 xörək qaşığı pirinc unu. Amma xörək qaşığı təpələmə dolu olmamalıdır. Sonra onu yaxşıca həll eləyəndən sonra üzərinə pesok da əlavə edirəm. Pesoku da ki 3 çay qaşığı. Sonra qazı yandırıb bu kütləni qazın üzərinə qoyuram, qatılaşına kimi qarışdırıram. Qarışdırmanı saxlamayın ki, topaqlanmasın. Südü qaynara düşən kimi kaşa şişəcək. Şişən kimi də 1 dəqiqə qarışdırırsınız və kaşa hazırdır. Demək xanımlar, Tamerlan belə xoşlayır ki, butulkanın soskasını biraz qayçı ilə kəsmişəm və kaşanı da soyana kimi qarışdırıram ki, üzü qaymaq bağlamasın. İlıqlaşandan sonra da əlavə edirəm butulkaya. Tamerlan o formada xoşlayır. Kaşanı içir, sonra butulkanı gətirir verir mənə. Və xanımlar, burada artıq nənə gedib, Tamerlan yeməyini yeyir. Mən də tez bazar mətbəxin tör-tökünə baxıram ki, bugünkü menyuda kotlet var. Hələ əti çəkməliyəm, kotletləri bişirməliyəm və sonra Leylanı aparmalıyam məktəbə. Gecədən tör-tökünə baxıb yatmağıma baxmayaraq, səhər ev yenə eyni vəziyyətdə olur. Xanımlar, mən başladım artıq soğanları soymağa. Tamerlan da burada mənə kömək edir. Mən hər zaman iş görəndə Tamerlan mütləq gəlir mənim yanıma. O xoşlayır ki, mən iş görən zaman o da mənə baxsın. Hər zaman onunla söhbət edə-edə iş görürəm ki, Tamerlan təzə-təzə dil açır. İstəyirəm ki, daha mükəmməl danışsın və söz ehtiyatı daha çox olsun. Bu səbəbdən də durmadan Tamerlana suallar verirəm. O da mənə öz çapında cavablar verir. Xanımlar, təvəzzükarlıqdan uzaq olsa da mənim kotletlərimin dadı hər zaman çox gözəl olur. Səbəbi də odur ki, mən kotletə nə kartoşka, nə çörək əlavə etmirəm. Əksinə bol quyruq əlavə edirəm və bu da onun dadını mükəmməl edir. Qızardanda isə, yadınızdadır, mən sizə demişdim ki, mən hər zaman ilikli sümükləri qaynadıram və onu xaladenikdə dondururam, üzərindən yağları yığıram. Həmən o yağları saxlayıram, kotlet qızardan zaman o yağlardan istifadə edirəm. Siz indi təsəvvür edin ki, bu kotletin dadı necə dadlı olar. Amma o yağlardan bir dəfə istifadə edirəm, sonra atıram. Çünki qızartma bişirilən yeməklərin yağının dadından hər zaman yanıq dadı gəlir. Görürsüz xanımlar, soğanın nə qədər suyu çıxıb. Kotletin dadının mükəmməl olmasını istəyirsinizsə, düzdür, bunu bilən xanımlara aid etmirəm. Amma yeni evli olub bunu bilməyən xanımlarımız da çoxdur. Soğanın suyunu yaxşıca sıxıram ki, kotletə acılıq verməsin.
Və xanımlar, qabları da yuduqdan sonra artıq başlayıram kotleti bişirməyə. Bişirməmişdən öncə bu tavanı sizə göstərmək istədim. Bunu mən Temudan almışdım. Köhnə kanalımda bu tavanı məndən çox adam soruşmuşdu. Baxın xanımlar, mən qazanları, tavaları o qədər səliqəli saxlayıram ki, amma bu tavaya nə edirəmsə o ləkələri apara bilmirəm. Xanımlar, iliyin yağı deyirdim sizə, baxın bu yağdır. Hə xanımlar, deməli bu tavanı nə qədər sürtdüm, kimyəvi vasitələrdən istifadə elədim, heç bir xeyri olmadı. Tava öz-özünə o formada ləkələndi və kənarlarında da o cür yanmış görüntülər yarandı. Və dəmir setka ilə sürtəndə isə tavanın ağ rəngi tamamilə gedir. Əslində lap alt hissəsini qəşəng sürtürəm, parıldayır. Amma kənarlarını sürtdükcə rəngi gedir deyənə tavanı da saxladım ki, yalnız qızartma yeməkləri bişirən zaman istifadə edim. Və xanımlar, artıq kotletimi düzəldirəm. Mən hər zaman balaca bir padnos götürürəm. Kotletləri 5-6 dənə düzəldib padnosa yerləşdirəndən sonra qoyuram bunları bişməyə. Bunlar orada bişən zaman yenilərini düzəldirəm. O bişənləri götürüb yenisini əlavə edirəm. İklə mənim üçün vaxt itkisi olmur. Kotleti də ki, xanımlar, çox vaxt suxarıya batırıb elə bişirirdim. Amma bu dəfə suxarısız bişirdim ki, görüm belə necə alınacaq. Quyruğu dobro əlavə etdiyimə görə kotleti yeyən zaman elə bil ki, heç kotlet yox, lülə yeyirdim. Siz də belə yoxlayın, dadı çox mükəmməl olur. Heç yumurta da əlavə etməmişəm. Baxın xanımlar, mən yenə də vurğulayıram ki, bu dediklərim bilməyən xanımlara aiddir. Kotleti əlimdə çırpmağımda səbəb odur ki, ətlər bir-birinə yaxşıca keçir, bərkiyir və bişən zaman açılmır. Bu üsulu mən anamdan öyrənmişəm. Mənim anamın küftəsi də, kotleti də heç vaxt açılmır. Xanımlar, artıq kotletlər bişir. Demək olar ki, bir bu qədəri yeyildi. Bişə-bişə uşaqlara verirdim ki, yesin. Bir də bunu qeyd etmək istəyirəm ki, xanımlar, işığın effektindəndir, nədəndir bilmirəm, kotletlərin rəngi biraz tünd görsənir. Amma ki, qətiyyən yanmayıb. Və xanımlar, mən unutmuşam ki, evdən çıxanda sizin üçün çəkim. Aparıb artıq Leylanı məktəbə yola salmışam və qaydırıq evə. Evə qayıdan kimi Tamerlan biraz yemək yeyib, sonra yatacaq. Tamerlan yatandan sonra mən qonaq otağının törtökünə baxmalıyam. Tamerlan evi dəhşət dağıdır. Mən yığışdıracağam və axşama bizdə eyni vəziyyət olacaq. Amma bu vəziyyət olsa da, olmasa da mən yenə məcburam ki, yığışdıram. Artıq qış gəlib deyə bütün yarpaqlar tökülür və həyətdə hər yer yarpaqdır. Hətta biraz külək olan zaman yarpaqlar bizim evin qapısına kimi dolur. Süpürürəm, təmizləyirəm, amma görürəm ki, axşama yenə eyni vəziyyətdir. Və xanımlar, sizi çox sıxmamaq üçün, eynilik olmamaq üçün hər detalı çəkməmişəm. Tamerlan gələn kimi biraz yenə kotlet yedi və yatdı. Tamerlanın qurbağasını görürsüz. Yatanda da bu qurbağa ilə yatır, mağazinə gedəndə də o qurbağa ilə gedir. Və xanımlar, siz elə bilirsiniz ki, bizim ev hər zaman təmiz qalır. Əsla.
Baxın görün ev nə gündədir. Mətbəx əşyalarından tutmuş öz oyuncaqlarına kimi hər yerdədir. Hər gün gündə 5-6 dəfə mən buranı yığışdırıram. Axşama yenə eyni vəziyyətdir. Tamerlanda bir xüsusiyyət var ki, tutaq ki mən onun velosipedini kənara çəkmişəm. Tamerlan isə o velosipedi götürüb qoyacaq tən ortaya. Tək velosipeddə yox, bir ara pilisosla belə idik. Mən evi pilisoslayandan sonra aparırdım yerinə. Tamerlan onu götürüb qoyurdu evin tən ortasına. Və gündə 5 dəfə də onu yerinə qoysam, bezmədən, usanmadan elə 5 dəfə də götürüb qoyacaq ortaya. Bir müddət bizim evə kim gəlirdisə, koridorun tən ortasında yalnız pilisos görürdü. Gəl gələnə bunu izah et ki, bunu Tamerlan edir. Gələn də düşünəcək ki, yazıq uşaq hər şeyi atır onun boynuna. Bilmirəm, tək bizim uşaq belədir, yoxsa bütün uşaqlarda var bu huy. Mən bu hala əlbəttə ki, şükür edirəm. Onlar 10 dəfə dağıtsalar da, mən 10 dəfə də yığışdıraram. Allaha min şükür edirəm ki, onlar dağıda da bilir, tökə də bilir. Buranı da səliqəyə saldım. Pilisoslayıb silmə işi artıq Tamerlan oyanandan sonra. Və xanımlar, bizim evdə elə bir gün yoxdur ki, paltar yuyulmasın. Artıq havalar soyuq olduğuna görə uşağın lazımlı paltarlarını radiatorun üzərinə sərirəm ki, tez qurusun. Çünki Tamerlanın bir gündə neçə dəfə paltarını dəyişirəm. Bu səbəbdən də təmiz paltarların olmağı şərtdir. Və xanımlar, dedim nə qədər Tamerlan yatıb, mən bu sirməni yığışdırım. Bu sirməyə mən yalnız dəsmalları və kulokları yığıram. Buranın da belə dağınıq olmağının səbəbi də odur ki, sirmə yuxarıda olduğuna görə mən aşağıda olan zaman bura əlim çatmır. Bu səbəbdən də dəsmalları qatdalayıram. Əlimin çatdığı yerə qədər hara gəldi qoyuram ki, sonrasında düzəldərəm. Artıq bir həftə idi ki, buranın təmizləməyə ehtiyacı var idi. Həm də ki, yeni stol silən dəsmal almışdım. Dedim həm onu yerbəyer eləyim, həm də buranı yığışdırım. Mənim köhnə kanalımdan bu yana izləyənlər artıq məni bilir ki, mən dəsmallara önəm verirəm. Hər yerin dəsmalı məndə ayrıdır. Bu qabda xanımlar, mən market setkalarını saxlayıram. Heç vaxt kulokları bürməliyib atmıram. Hər zaman bu formada qatdalayıb bu cür saxlayıram. Həm səliqəli görsənir, həm də artıq yer tutmur. Bu kuloklardan məndə o qədərdir ki, hətta kuxna meblinin üzərində də bu qablardan var. Bu isə xanımlar, uşağın simesinin kulokudur. Bunlar pişavoy falqadır. Tam zərərsizdir. Günəşin şüasını daxilə keçməyə qoymur. Bu səbəbdən də mən hər zaman bunları saxlamışam ki, yayda dənizə və yaxud da harasa gedəndə uşağın qidalarını bura qoyuram ki, günün şüası onlara dəyməsin. Hər zaman simes verən zaman kulokunu yuyub, qurudub saxlayırdı. Və xanımlar, görünməyən kuloklardır. Hər zaman harasa gedəndə, kiminsə evinə gedəndə aldıqlarımızı bura yığırıq ki, səliqəli görsənsin. Mən bu kulokları da kateqoriyalara ayırmışam. Belə qəşəng kulokları ayrı qoymuşam, zibil kuloklarını isə ayrı. Zibil kulokları da ki, xanımlar, mənim zibil kuloklarım da var. Amma ki, market
marketdən də verilən kulyokları zibil üçün istifadə edirəm. Bu da ki, xanımlar, mənim dəsmallarımdır. Burada olan dəsmallar yalnız stol silmək üçündür. Hamamda istifadə etdiyim dəsmallar elə hamamda qalır, ayaq yolundakılar da elə orada qalır. Buradakı dəsmallar isə yalnız stol silən dəsmallar və toz silən dəsmallardır. Xanımlar, dəsmalın keyfiyyətinə baxın, nə gözəldir. Elə mükəmməl su çəkir ki, silinən yerdə də iz saxlamır. Bunları mən 1 manatlıq mağazindən əldə edirəm. 3 və ya 4 ədədi 1 manata olan da olur. Amma bu göstərdiyim 1.80-a, 2 manata bu civarlarda olur. Ən keyfiyyətlisi də bunlardır. Həm gec xarab olur, həm də su izi saxlamır. Bunu isə Trendyoldan əldə etmişəm. Bunun qiyməti 13 manatdır. Bu balaca qabdakı dəsmallar yalnız şüşə silən dəsmallardır. Şüşəni o qədər mükəmməl silir ki, sanki dəsmal sehirlidir. Dəsmal qətiyyən iz qoymur, şüşələri güzgü kimidir. Bunu isə xanımlar İran mağazinindən 1 manat əldə etmişəm. 13 manatlıq dəsmaldan heç də geri qalmır. Şüşələri çox gözəl təmizləyir, iz qoymur. Bu isə xanımlar Temuda satılır. Ya 3 ya 4 ədəd idi, tam yadıma sala bilmədim. Amma heç xoşuma gəlmədi. Həm sapları çıxır, tiftiklənir, həm də ki o birisi dəsmallara qətiyyən çatmır. Baxın xanımlar, 1-2 istifadədən sonra görün nə günə düşüb. Bəyənmədiyim şüşə silən dəsmalları mən yalnız qapıları siləndə istifadə edirəm. İndi deyə bilərsiniz ki, bu qədər dəsmala nə ehtiyacı var? Xanımlar, bunlar hələ sizə göstərdiyimin bir hissəsidir. Mən xoşlayıram, təmizlik edərkən də çoxsaylı dəsmaldan istifadə edirəm. Bu isə xanımlar, uşağın karşasının kulyoklarıdır. Bunlardan o qədər xoşum gəlir ki, çünki ağzı bağlanandır, ağız hissəsi vakuumlanır və suyu da, qoyduğunuz qidanı da sızdırmır. Mən bunları da yuyub saxlamışam. Marazinika ət yığan zaman, sinə ətlərini yığan zaman bunlara qoyub və yığıram marazinika. Görürsünüz xanımlar, ağzı bağlanır, bərk dartmasam açılmır. Həm də eyni o birisi kulyoklar kimi bunları da dənizə gedərkən istifadə edirəm. İçinə qidaları qoyuram, arxayın oluram ki, ağzı bağlıdır. Xanımlar, səliqəli olmağa nə çatar? Mənim nəzərimdə evdə hər bir əşyanın öz yeri olmalıdır. Buna hər nə varsa aiddir. Sənədlərdən tutmuş kulyoklara kimi. Yəni ki, xanımlar, evdə kiməsə nəsə lazım olarsa, mənə qəribə gələr ki, desələr ki, bilmirəm hanı. Səliqə səhman ona görə yaxşıdır ki, evdə hansısa əşya axtarılan zaman bilmirəm sözü işlənilmir. Səliqəli olmağın da avantajı budur. Xanımlar, hələ sizinlə mətbəxi təmizləməliyəm. Mənə elə gəlir ki, bu vloqu çox xoşlayacaqsınız. Mətbəxi dərindən təmizləmək istəyirəm. Bunu da əlbəttə ki, sizinlə birlikdə edəcəyik.
Və xanımlar, mən yenə maşınkanı götürdüm. Artıq Tamerlan da oyandı. Bu suxarıları çəkim. Demək xanımlar, mən evdə boyat çörəkləri atmıram. Əvvəla boyat çörək də mənim üçün çörəkdir. Mən o çörəkləri bir neçə gün yeyə bilirəm. Elə insan var ki, boyat çörəkləri tulluyur, mənim ona heyfim gəlir. Gördüyünüz formada doğrayıb duxovkaya qoyub qızardırıq. Qızarandan sonra gözləyirik ki, biraz soysun, sonra ət maşınkasından keçirdirik. Xanımlar, mənim köhnə kanalımda belə bir suxarı vloqu paylaşmışdım. Mənə xanımlar yazmışdı ki, maşınkanın dişini korluyursan. Amma inanın mənə ki, 12 ildir ki, bu maşınkada suxarıları çəkirəm. Nə kütləşib, nə korlanıb, nə sınıb. Yəni ki, maşınkanın da, onun dişinin də başına heç bir hadisə gəlməyib. Suxarıları çəkəndən sonra şüşə qablarda saxlayıram. Kotletə, langetə istifadə edirəm. Xanımlar, gördüyünüz kimi mən həddindən çox kofe içirəm. Kofenin nə qədər ziyan olduğunu bilirəm, amma yenə içirəm. Artıq buna öyrəşmişəm. Kofe içməyəndə elə bilirəm ki, nəsə çatmır. Həm də ki, mənim davlenim aşağı olur deyənə, qara kofe mənim davlenimi stabil saxlayır. Və kofenin bu bankalarından da çox xoşum gəlir deyənə, hər zaman onun bankalarını saxlayıram. Kağızını da ki, üzərindən həm fen üsulu ilə çıxarda bilirəm, həm də ki, qaynar suya əlavə edərək çıxarda bilirəm. Hal-hazırda qaynar suya əlavə edə bilməzdim, çünki mən o bankaya suxarı əlavə edəcəm, banka nəm olmamalıdır. Qurulasam da birdən bankada nəmlik qala bilərdi. Kağızı bu formada isidib çıxardıram, çıxmayan yerini də nəm dəsmalla silirəm, tərtəmiz olur. Gördünüz xanımlar, nə gözəl üsuldur, banka oldu tərtəmiz. Bu üsul çox yararlı üsuldur. Ay. Tada. Tadı. Nasıl? Bak. Ay. Oy. 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 Demək xanımlar, hər zaman biraz da suxarı saxlayıram ki, uşağın yeməyinə mən hər zaman adi çörəkdənsə suxarı əlavə edirəm. Artıq Tamerlanın yemək vaxtıdır. Tamerlan yeməyini yesin, gedəcəyik Leylanı götürməyə. İlikli sümüyün suyundan mərci supu bişirmişdim. Tamerlan xoşlayır, çox da dadlı olur.
Və xanımlar, artıq axşamdır, mən gedirəm Leylanı götürməyə. Yenə evdən çıxarkən çəkmək yadımdan çıxdı. Hətta Leylanı götürərkən də yadımdan çıxdı. Yolda Leylaya demişəm ki, biraz yolu çək, heç olmasa bilinsin ki, mən sənin dalınca gəlmişəm. Yəni ki, mən bunu vloqda bildirməli idim, çünki günlük rutin çəkirəm. Nəysə ki, xanımlar, evə qayıdandan sonra Leylaya yemək verdim. Qabları yudum, yığışdırdım. Sonra biraz özüm də yemək yedim. Amma o hissələrini sizin üçün çəkmədim ki, eynilik olmasın. Sonra ətəyi uzun olan 5-6 ədəd şalvarım var idi ki, onların ətəklərini kəsməli idim. Onları da sizinlə birlikdə kəsdim, bitirdim. Və xanımlar, mən sizə bir mövzu haqqında danışmaq istəyirəm. Bundan öncəki vloqların birində, vloqda belə bir mövzu var idi ki, mən paşteti bişirirəm, qabları yuyuram və gedirəm anamgilə. Və anamgilə getdiyim hissədə dırnağımdakı lakın rəngi fərqli rəng olur. Bir neçə xanım da bu haqda mənə yazmışdı ki, məncə eyni gün deyil, çünki dırnaqların rəngi fərqli rəngdir. İndi istəyirəm ki, bu haqda tam açıqlama verim. Demək, xanımlar, mənim 36 yaşım var. Bu yaşına kimi mən hələ nə dırnaq qoydurmuşam, nə gel-lak elətdirmişəm. Tam adını da heç bilmirəm ki, şellakdır, yoxsa gel-lakdır. Bunu elətdirmədiyim üçün adlarını da bilmirəm. Yəni demək istədiyim odur ki, bu günə kimi mən hələ salona gedib dırnaqlarıma baxım elətdirməmişəm. Bu mənim təbii öz dırnağımdır və üzərinə də bircə manatlıq lak çəkirəm. Ən bahalı aldığım lak isə 5 manatdır. Əgər bilsəm ki, hansısa lak dırnaqda bir həftə boyu qalacaq, o laka 20 manat da olsa verərəm, alaram. Amma təəssüf ki, belə bir lak yoxdur. Uzun müddətli lakın dırnaqda qalmağı üçün mən süni üsullara əl atmalıyam. Bu da tamamilə mənlik deyil. Mən süni dırnaqları öz üzərimdə gəzdirə bilmərəm. Və xanımlar, bilirsiniz ki, çəkdiyim 1, 3, 5 manatlıq lakların keyfiyyəti yoxdur. Bu səbəbdən də bir iş görən zaman anındaca qopur. Həmən vloqda da buna şahid olarsınız ki, mən bir gündə neçə dəfə qab yumuşam. Və təbii ki, dırnağımın ucunda laklar qopmuşdu. Vloqda da fikir versəz, mən heç vaxt əllərimi baxımsız qoymuram. Bu səbəbdən də getdim laklarımı atistonla sildim və yeni lak çəkməliyəm. Düşündüm ki, kakraz ağ kostyum giyinirəm, elə ağ lakda çəkim. Beləliklə, baxan izləyicilər də bunu yanlış anlayıb. İstədim ki, bu haqda mütləq sizə məlumat verim. Biləsiz ki, məndə süni gellər deyil, çəkdiyim laklar adi ucuz laklardır. Buna görə də bir vloqda 2 dəfə lak dəyişikliyi görməyiniz normaldır. Ümid edirəm ki, mənim nə demək istədiyimi anlayarsınız. Və xanımlar, axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Əgər kanalımı bəyənirsinizsə, abunə olmağı unutmayın. Bu mənə motivasiya verir ki, yeni vloqlar çəkim və ən əsası da bu məni sevindirir. Köhnə kanalı bağladım deyə bu kanal mənə uğur gətirsin istəyirəm. Əlbəttə ki, bu da 100% sizdən asılıdır. Gələn vloqda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.